Bugün sizlerle bir yepyeni bir videonun karşıdayıq dostlar. Bugünləri dostlar Ziffin Z Killer oynuq dostlar. Belə bir qorxu oyunudur, amma həqiqətən çox qorxu oyunudur. Girib YouTube'da baxmışam belə mobilə görə qorxu oyunları axtarırdım. Mən də girdim belə bir çox qorxulu bir Ruscadır bu dostlar. Ruscadır, ingiliscədir. Deyəsən danışanda ingiliscə danışır amma Rusca. Siz dostlar baxın bu ekranda gördüyünüz çox qorxulu durur. Yəni oyunda görün nətər olar. Oyunda eləcə arxamıza düşür və belə tədricin eləyir. Elə bir Grendəş kimi də dostlar. Grendəş kimi qəşəng ekran fırlanması, lobisi sadə, lobisi elə belədir gördüyünüz kimi. Amma qaçması, tullanma yoxdur. Əyilib qalxma, bir də əl var sağ tərəfdə. Grendəş elə bir Grenin ikinci versiyasıdır. Greni elə özü də elə bil. Nəysə dostlar, sözümüzü uzatmadan videomuza keçməzdən də əvvəl video abunə olub like atmağı, bir də bildirimləri açmayı, bir də yorumlarda hansı qorxu iqrasını oynamağımı sizə deyə bilərsiniz dostlar. Nəysə dostlar, videomuza keçək. Aha, oyunumuz açıldı. Bu nə da olar? Burada nə var? Qəribə bir şeylər gəldi ekrana. Dostlar bax, belə bir şey gələndə həyəcan basır məni, belə bir şeylər gələndə həyəcanlandım ki. Çox dönür, nə mənəcək, nə yazıb burada? Polymining account. Nə başa düşmürəm, yazsa başa düşmürəm. Aha, nə deyir? Bir dənə başa düşməyə çalışıram, görün nə deyir. Hə. Nəsə belə bir söz deyir. Deyir ki, da mən nəsə şey belə başa düşmədim amma sözünüzü yalan danışıram. Açıl. Biraz da sözlərin üstündən basılmalısınız, yoxsa gözləməyin. Sözlərin üstündən basın ki, açılsın, yoxsa elə də olanda açılmır. Aha. Oyun açıldı. Oyun açıldıqca həyəcan da basır. Aha, açıldı. O, belə bir oyundur. Toşni Grenidir dostlar, həqiqətən. Otağa girəndə dostlar, əməlli başladım sıfatına baxırıq. Mən qaçmalıyam buradan deyir. Yoxsa nətər, belə bir qəribə söz yazır. Baxın, əl də var, burada ələ bassız. Bu zibil gəldi bax. Mən görməz burada. Каждый твой шаг как музыка для меня. Nedir abi? Açma. Не зли меня. İyi ala bu. Bir dakika ben korktum. Getdi. Bu zibil. Geldi. Qapını açan pıtdı yadan üstüme. Burada ne var? Heç nə yoxdur. Aha, burada heç nə yoxdur. Kapı açıldı. Aha. Böyle ürəyim getdi. Спать. Oy belə gəldi. Gəldi. Sənin mən bu nə dala? Qorxutum dostlar, oyunun adamı. Təzədən yarandı. Qorxmamalıyıq biraz dostlar, qorxmamalıyıq əslində. Prosto amma qıçalar da 20-40 kilo, 30 kilo saz var. Qıçaların nəfnəzi çübüşdü. Çübük nə daha çöpdü. Bunun altdadır da, aha. Açar bunun altdadır. Nə deyir ha bu? Bir dəqiqə. Deyir ki, açar götür. Söyür ha, bu nə deyir ya, bu baş xarabdır. O qızına görə söyür ha, bu nə deyir?
getməyə qorxuram dostlar. Həqiqətən düz deyirəm, qorxuram getməyə. Amma nəysə, qorxan uşaq olmaz deyirlər. Getdik. Burada əyilsəm. Görər məni. Qapıdan qaçmalıyıq. Qapı var idi burada, aha. Oyun çox şeydi. Atmosferi çox qorxuldu. Mobilə görə çox hədsiz dərəcədə çox qorxuldu dostlar. Bu tək oynayan bir yana, tək oynayan bir dəqiqə burada yanlış kimi. Bu nə dala? Dostlar, tövsiyə də görmürəm bunu oynamağınızı. Çox qorxuldu həqiqətən. Rus oyunlarda bilirsiniz nə nətər olur. Gəldi. Rusca Allah bilir indi bizə söyləyir bu. Bu iyiliyi bu insandı mı, yaratıqdı mı, canavardı mı bilinmir. Biraz ehtiyatlı olmaq lazımdır. Hardasan, hardasan? Biraz sağa getsəm olar. Allah. Elə bildim düz arxamdadır. Gəlir. Deyəsən gəlir, deyəsən gəlir. Bura gəlir. Biraz ehtiyatlı olun dostlar, qorxuram. İndi bizə baxacaq bu deyəsən, bizə baxmalıdır. Çünki bir YouTuber'da baxmışdım, mən ilk dəfə oynayıram. Bir YouTuber'da baxmışdım dostlar. Hədsiz dərəcədə çox qorxuldu. İçəri girəndə adama baxın. Знаю, что ты где-то рядом. Я слышу твое дыхание. Zibil. Oh my god. Oyda bu nə da la? Buradan nətər qaçım mən, nətər neyniyim axı, nə qarmaq lazımdır. İyi götürür bu. Bu iyiliyirmi, heyvandı mı, insandı mı? Birbaşa belə desək dostlar, bu heyvandır. Bunu biraz şeyləyək. Aha, gəl bura. Getdik. Neysə, video çəkiriksə oynamaq lazımdır, qorxsaq da məcburuq da. Deyəsən biz üst kat var. Üst kat var. Neyse biraz da dəli oldum ha. Gün verir bu. Gün verir, neçə gündür bu? Gündən də asıldı ha. Neysə 3, 2, 1 başladıq oyuna. Oynayaq da. Da çox duranmaram burada. Çox durmağın da yeri yoxdur. Buradan qaçacaq deyəsən. Ne var burada? Bu nədir? Əylim burada. Getməyə biraz qorxuram. Harda ola bilər axı bu? Harda ola bilər? Birazca kasma var dostlar oyunda. Girib oynamağınızı tövsiyə görmürəm. %90% qorxu oyunudur bu. Hara getdim ora gəlir arxamdan dostlar. Buradan qaçmağım mənim 0. %90%-dan. Hətta buradan qaçmağım %10.2% dostlar. Mən qaçmaq mümkün deyil buradan. Oy zibil, belə şey olar, ona belə çox da qorxu oyunları yükləmişəm.
Çox adam yazır ki, belə iqralar oynasa da elə oynaya bilərsən dostumsa oyna. Mən dedim izləyicilər istəyirsə oynamaq lazımdır. O əldə də bıçağı var ya, bıçağı adamın alıp götürməz var. Neyse biraz ehtiyatlı olaq. Boş uy bile, geldi. Geldi. Risk gibi tıxa qavağıma söyüşdən nolluyaram bana. Ya Allah. Aha. Vah, böyle. Ses çıxartdım. Bu səsə gəlir. Aha. Kordon. Aa, başa düşdüm. İple geldi. Что это было? Bu ne kısadı? Eğilme. Eğilme. Я не остановлюсь, пока не увижу последний твой страх. Ne diyor ya bu? Bura basmamalıyam. Vay pusar bu, pusar dostlar pusma. Ne deyir? Pusma ihtimal var. Danışığından biraz tutmalıyam tempasını. Yazılışsa oxuyamıram ama deyilsə də biraz azdan çoxdan bilirəm. Brat, no brat. Niye? Ya Azerbaycanski, mən Azerbaycan deyəm, baş nə demə. Nerede? Ay sipil. Ты думал, я не замечу? Deyir, nəsə deyir ki, burnuma qəribə ilə insan isi gəlir, yoxsa nəsə belə söz deyir deyəsən. Твои надежды исчезнут, как тень в ночи. Deyir, deyəsən burada heç kim yoxdur, mən gedim. Tüh. Ты что-то уронил? Ay sipil. Ağzımın üstünde. Aa, indi bildim. Bu şeylere girəmir. Balası Я yerine girəmir. всегда вижу тебя. Ты что-то уронил? Aa, bu insanda nerede? Başa düşmürəm. Каждый твой шаг как музыка для меня. Korkuldu. Dostlar fikir verdiniz, divarın içinden geçti bu. Oh my god. Bırak kalktı lan. Ay sipil. Belə şey olar, Allah hər tərəfə döşəmə qoyur, ev öz yaşını bu, ev 70 yaşındadır hala. Çıxamıyorum mən belə biz. Меня не обманешь. Mən nə yapış deyir, nəsə deyir, kimsə var burada deyir. Nəsə belə bir sözdür. Не зли меня. Oğlan məzərsən, divarın içindən keçir bu. Aman onu yanmaram mən. Ha, anlattım, ne olacak? Bunu mən oynamağım mümkün deyil. O, nə pis səs çıxardır. Biraz ehtiyatlı olaq. Тебя не спасет тишина. Ne diyor bu da? Burnuma iyilər gəlir deyir, yoxsa məsələ belə bir söz deyir. Çünki belə burnun iyiləyir da, Не бойся, ondan bilir. я твой друг. Abi divardan keçirsə, ala bu biz sizin ağarar, biz günlə qoyar, bu divardan keçir. Kak gibi yazamaz. Bunu yazam. Gene səs saldım, mən nə harım?
Alacak Каждый tarafta твой oldu. шаг так музыка для меня. Ne deyir? Kalktı bu boğum ne deyir? Belə bir söz deyir. Danışmır bundan nəsə söz çıxarır. Никто не поможет тебе. Bir dakika. Ses sağlam ses çıkmır. Bunda da var. Orada bir şey var. Aha. Şimdi bize ne lazımdı? Çıxamıram, YouTube'dan da çıxamıram. Ya oynaya bilmir, hə. Allah, şəkil tərsinə sallar ha. O nədir? Deməli biz onda ikinci qatdayıq da. Muşi bilet gəldi. Chris. Ehtiyatlı olaq biraz. No bro. Valla biraz bunu danışıq tərzini şey koyun da. Rusça oynamaq mümkün deyil. Ben bunu oynayana halal olsun deyirəm Allah haqqı. Bunu mən ilk dəfə oynayıram Allah haqqı dostlar. Bax, dəqiqə ilk dəfə videoda oynayıram dostlar, ilk dəfə. Gəldi. Bu nədir? Oynayamıram da mümkün deyil mənim belə bir oyun oynamağım dostlar. Həqiqətən düz deyirəm. Qoy biraz özgüvən eləyək, özgüvən eləsəm bir şey deyə bilərəm. Birazca özümə güvənim. Yenə Crane olsa Crane'də hərəkət eləyərəm. Amma neysə getdik. Bu nədir Allah? Ayaq səslər var. Abi bir dənə ayaq səsi verdi o. İndi burada gizlənmişəm. Hoppanın riski ekrana çıxıb da olarım. Ehtiyatlı olaq dostlar, həqiqətən çox qorxuluyam. Qorxuluyam neydən qorxuram. Səs uzaqdan gəlir biraz. Ekran niye böyle dönmür axı? Ekran dönmür dostlar, fikir verirsiniz. Tutma səsdə o ki bizi tutur. Onu bir dəst eləsələr yaxşıdır. Onun yəni bir başqa bir səs qoysalar çox qorxulu səslər. Amma beləcə də Rus oyununda dostlar, Rus oyunları da belə olur. Mən real həyatda bax bura düşsəm, mən bilirsiniz nə qaradam dostlar. Girərəm bir yerə, bir səs alaram. Gəldiyi yerdə arxasından papasının ortasında bir nokta sıraram, zanalara qaçarım. Gəldi. Abi iyi alır. Tərpənmə. Yox ki, ayak sesi verir aslan çoxdan. Знаю, что ты где-то рядом. Deyir adam misaldır. Gəldi. Gəlir yoxsa gelir. Aman niyə bura? Bura nə lazım? Çək.
Gəlir. Bura, aha, indi bildim. Bir dənə çəkiş lazımdır, 2 taxtanı qırmaq. Gəldi. Aha, dostlar, bir dənə çəkiş lazımdır. Bir dənə açar lazımdır. Çəkişin o 2 taxta qırılmalıdır deyəsən, ondan ilə qaçaraq. Elə başa düşdüm. Allah, bu nədir? Qorxu da. Mən baxışdan yaxa qorxu deyə oyun. Mən bir də belə qorxu oyun oynamaram. Greniyə düşsəm yenə Gren də oynayaram. Heç Grenin dilini bilməm dostlar, amma bu belə oyunların dilini həqiqətən çox bilmirəm. Oy bilə. Qorxdum ha. Zibilə qalasan sən ha. Biraz özgüvən, biraz ürək lazımdır. Qorxdum ha. Bu nə idi? Ups. Neyse, getdi, biraz özgüvən. Ay bilə. Kutudur, bax bu şeydir, konserva kutusudur. Aha. O gəlsin görək. Gəlir deyəsən. Səsə də gəlir, iya da gəlir. Шумишь. Я слышу твое дыхание. Səni görürəm, izini götürürəm. Oy zibil, bu nə da? Oynamağı tövsiyə görmürəm dostlar. Bu oyun çox qorxu oyunudur. Mobilə görə bu hədsiz çox. Nə oldu? Tapday. Oo. Bu nə var ya? Bizi bastırır Не ha. поможет тебе. Oyundan qaça bilmədik. Uduzduq. Oyda. Ha dostlar, bugün videomuz bu qədər idi. Video xoşunuza gəlsə, video abunə olub like atmayı yaddan çıxartmayın. Belə bir qorxu oyun oynadık. Çalışaram ki, belə videoları çox arxa planda oynayım, biraz öyrəşeyim, sonra sizinlə oynayım. Çünki dostlar, belə bu oyunda hədsiz dərəcədə qorxuram. Bunu görmüşük, çox qorxunçdur. Belə desək, çox qəribə bir şeydir bu. İnsan desəm insan deyil, canavar desəm canavar deyil. Əsasən Lefsinzi killer. Adı budur. Hatta da link paylaşacağım, girib oynaya bilərsiniz. Mobilə də, PC-yə də, yəni kompüterdə də oynaya bilirsiniz. Amma tövsiyə görmürəm dostlar, yəni həqiqətən çox qorxulu oyundur. Yəni Greninin elə bil 10 qatı qorxuşdur. Yəni Greniyə baxsaq, buna baxsaq Greni bundan yaxşıdır, həqiqətən düz deyirəm. Nəysə dostlar, video xoşunuza gəlsə, videomuza abunə olub, like atmayı yaddan çıxartmayın. Yorumda bir də hansı qorxu oyunu oynamağımı istəyirsinizsə yaza bilərsiniz dostlar. Mən də girib onu oynayım. Ha dostlar, bir də çox dostumuz deyir ki, bax belə bir oyun var, bunu oyna, çox qorxulu oyundur. Mən də dedim, izləyicilər deyibsə oynamaq lazımdır. Oynadım, elə başıma gəlməyən qalmadı, qorxu oyunu idi. Nəysə dostlar, sağ olun, salamat qalın.